Ölkəmizin kiber təhlükəsizlik ekosisteminə faydalı ola biləcək 6-cı dalğa tələbələrimizin məzun günüdür. Hal-hazırda biz 60 nəfər tələbəmizi əmək bazarına təqdim edirik və onlar əmək bazarında ölkənin kritik informasiya infrastrukturunun təhlükəsizliyi təmin edilməsi üzrə iş fəaliyyətlərinə başlayacaqlar. Bundan əlavə olaraq son 3 ildə Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi olaraq ölkəmizin kiber təhlükəsizlik ekosisteminə faydalı ola biləcək işləri görmüşük. Buna 500-dən artıq yerli kiber təhlükəsizlik mütəxəssisinin biliklərinin inkişaf etdirilməsi və hazırlanmasını həyata keçirtmişik. The cybersecurity program at Azerbaijan is established 3 years ago with approximately more than 300 graduates. The Technion, the Israel Institution of Technology, is very delighted and very glad to establish this specific program, which is one of the pillars in the Azerbaijan cybersecurity ecosystem. We are at the Technion are really proud in the graduation on this program, and we hope that this program after 3 years will continue to the year ahead. 6 ay müddətdə biz əvvəlcə 2 ay fundamental, daha sonra isə 4 ay Red Team və Blue Team olaraq ixtisaslaşmışıq və dərslər həm praktiki, həm də nəzəri olaraq yüksək səviyyədə keçirilmişdir və beynəlxalq instruktorlar tərəfindən. Bundan əvvəl də təhsilimi kiber təhlükəsizlik əsaslarını öyrənərək başlamışam. Daha sonra isə kiber təhlükəsizlik mərkəzinə qəbul olmuşam. 6-cı dalğa tələbəsiyəm. Daha sonra isə təhsilimi Blue Team üzrə davam etdirmişəm və müəyyən biliklər öyrənmişəm. Hansı ki, hal-hazırda özümü real mühitdə işləməyə hazır hiss eləyirəm. Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzinə qatılmazdan əvvəl özüm self-study olaraq öyrənməyə başlamışdım və təməl bilikləri olan şəxslər üçün Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzinə müraciət etmələrini tövsiyə edirəm. Mən Blue Team tələbəsiyəm. Bitirdikdən sonra isə mən hal-hazırda CyberPro AI-da Cyber Security Content Developer olaraqdan işlə təmin olunmuşam. 7-ci kohorta uğurlar arzulayıram.